Salam dostlar, bugün sizə TikTokda öz paylaşımlarınızın və videolarınızın necə bəyənmə sayını artıra bilərsiniz, həm də pulsuz və şifrəsiz şəkildə ondan danışacağım. Mən də bu üsuldan istifadə edərək bir neçə videomda gördüyünüz kimi bəyənmə sayımı artırmışam. Bu bəyənmələri göndərmək üçün sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, nə də hər hansı bir proqram uygulama yükləmirsiniz telefonunuzda. Sadəcə paylaşım linkinizi kopyalayırsınız və göndər düyməsinə basırsınız. Bu bəyənmələr gerçək bəyənmələr olduğu üçün sizin paylaşımlarınızın keşfet bölməsinə çıxmasına da yardımcı olur. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəsi adını şərh qismində yazan hər kəsə 1000 TikTok bəyənisi hədiyyə edəcəm. İndi hansı ayara etməliyik ki, biz bu bəyənmə hiləsindən istifadə edə bilək, onu göstərirəm. Ayarlar bölməsinə daxil oluruq və buradan ayarlar və gizliliyə gəlirik. Burada özəl hesab yazılan yer var. Hesabımızı bu şəkildə hər kəsə açıq edirik ki, biz də göndərim edə bilək. Gizli etsəniz hesabımıza bəyəni göndərə bilməyəcəksiniz. Sonra biz hesabımıza daxil oluruq təzədən və burada 3 nöqtə var gördüyünüz kimi. Ora daxil oluruq və bağlantını kopyalayırıq. Ondan sonra biz Google-a daxil oluruq. Axtarma yerinə bu saytı yazırıq. Takipçi.com düzgün şəkildə yazın sizdə. Ən aşağı gəlirik. Burada bütün hilələr var. Bunlar pulsuz xidmətlərdir. Bura daxil oluruq. Buradan TikTok hilələrinə gəlirik və TikTok bəyəni hiləsini seçirik. Onu da qeyd edim ki, bu limitlidir. Günlük 1000 ədəd göndərə bilirsiniz. 1000 ədəddən çox göndərmək olmur. Bura öz paylaşım linkimizi qeyd edirik. Yavaş-yavaş göndərsəz daha yaxşıdır, 100-100. Buradan Azərbaycanlı bəyəni istəyirsinizsə Azərbaycan, xarici bəyəni istəyirsə xarici server seçib göndər düyməsinə basdıqdan sonra 1 saat ərzində bəyənmələr sizin hesabınıza yavaş-yavaş yüklənir.